Nimi Şəban gecəsinin əməlləri. Nimi Şəban, yəni Şəban ayının ortası deməkdir. Yəni 15-ci günü. Nimi Şəban gecəsi isə Şəban ayının 14-ü məğrib namazından sonra 15-nə qədər, yəni 15-nin sübh namazına qədər olan gecə deyilir. Bu gecəni hətta Qədr gecəsindən sonra üstün gecə hesab ediblər. Nəql olunub ki, bu gecə Allah bəndələrə öz fəzlindən əta edər, öz lütfi ilə onları bağışlayar. Buna görə də bu gecə Allaha yaxınlaşmaq üçün ciddi cəhd göstərmək gərəkdir. Allah məsiyyət, yəni günah kimi şeylər xaric özündən nə istənirsə geri çevirməz inşallah. Nimi Şəban həm də 12-ci İmam Həzrət Mehdi Əcəlallahu Teala Fərəcəhu Şərifin mövludu kimi də qeyd edilir. Əməllərə keçək. 1. Qüsl almaq. 2. Gecəni oyaq qalıb namaz, dua, bağışlanma, diləməklə keçirmək. 3. İmam Hüseyni ziyarət etmək. Heç olmasa Əssəlamu aleykə ya Əbə Abdillah. Əssəlamu aleykə və rəhmətullahi və bərəkatuh demək. 4. Bu duanı oxumaq, skrinini paylaşıram. Deyim ki, əzizlərim, ərəbcə və ya tərcüməsini imkan yoxdur paylaşmağa, ancaq oxunuşunu paylaşıram. Təfərrüatı kitablarda oxuya bilərsiniz. 5. Daha sonra İmam Sadiqdən nəql olunan bu duanı oxumaq Allahla çox gözəl bir münacatdır. 6. Nəql olunub ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm bu duanı oxuyardı. Skrinini paylaşıram. 7. Kumeyl duasını oxumaq. Bu dua haqqında da danışmışam ki, Həzrəti Əli əleyhissalam öz əshabı Kumeyl bin Ziyada öyrədib. Çox önəmli duadır. Dua kitablarında da internetdə də tapa bilərsiniz. 8. 100 dəfə Subhanallah, 100 dəfə Elhamdülillah, 100 dəfə La ilahə illallah, 100 dəfə də Allahu Ekber demək. 9. Nəql olunub ki, İşa, yəni xüftən namazından sonra 2 rəkət namaz qıl. Birinci rəkətdə Fatihə və Kafirun, ikinci rəkətdə Fatihə və İxlas surələrini oxu. Namazın salamlarını dedikdən sonra 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allahu Ekberdir. Sonra isə bax bu duanı oxu. Sonra səcdəyə get, 20 dəfə Ya Rabb, 7 dəfə Ya Allah, 7 dəfə La havlə və la quvvətə illə billah, 10 dəfə Məşəallah, 10 dəfə La quvvətə illə billahdir. Sonra Peyğəmbər və əhl-i beytinə salavatdir, sonra da hacətini dilə. İnşallah ki, Allahın kərəm və fəzli ilə həyata keçər. 10. Bu gecə bu duanı oxumaq da tövsiyə edilib ki, skrinini paylaşıram. 11. Cəfər təyyar namazını qılmaq. Mən qılınma qaydasını ayrı videoda izah etmişəm. Daha təfərrüatla dua kitablarına müraciət edə bilərsiniz.